Suala deyir ki, hansı mülahizəni hər iki hüceyrəyə aid etmək olmaz? Deməli, bizdən olmazı istəyir. Deməli, burada birinci şəkildəki nədir? Birinci şəkildəki heyvan hüceyrəsidir. Çünki gördüyünüz kimi normal bir bədənin quruluşu, yəni xarici qılafı yoxdur, nazikdir çünki. Ona görə bu heyvan hüceyrəsidir. Amma bu digər isə normal bir, yəni sərhədi olan bir hüceyrədir. Bu isə bitki hüceyrəsidir. Bitki hüceyrəsində çünki xarici qılaf hüceyrə divarıdır və müəyyən bir sərhədi var. Deməli, hər iki hüceyrə aid etmək olmaz. Plazmatik membrana malik olması. Hər ikisinin plazmatik membranı var. Baxın, İstər heyvan hüceyrəsi olsun, istər bitki hüceyrəsi, göbələk hüceyrəsi, bakteriya hüceyrəsi, hər ikisində, hər birində, yəni plazmatik membran var. Ona görə bu ortaqdır. Bizə ortaq olmayanı istəyir. Eukaryot olması, hər ikisi eukaryotdur. Hüceyrə divarının olması. Bitki hüceyrəsinin hüceyrə divarı olsa da, heyvan hüceyrəsində hüceyrə divarı yoxdur. Yəni hüceyrə divarı olmadığı üçün, deməli biz bunu götürürük, çünki yəni ortaq deyil. 10-cu sualda sual işarəsinin yerinə yazıla bilər. Burada deməli spermatozoiddir. Digər isə yumurta hüceyrədir. Yəni biz ortaq olmayana baxmalıyıq. Gəlin baxaq. Mikroskopikdir, deməli. Yumurta hüceyrə biz deyirik ki, istər yumurta hüceyrə, istərsə də spermatozoid yumurta mikroskopik olur. Ona görə bir düzdür. Hərəkətlidir. Yumurta hüceyrə hərəkətli deyil. Ona görə içini aid eləmirik. Variantlardan içini çıxıram. Qametdir, spermatozoiddə yumurta hüceyrədə qametdir, ona görə 3 düzdür. Ziqotun əmələ gəlməsində iştirak edir. Ziqotun əmələ gəlməsində bəli, hər ikisi iştirak edir, ona görə 4 də düzdür. Quşlarda adi gözlə görünür. Deməli, quşlarda adi gözlə görünürmü? Spermatozoid görünmür, yumurta hüceyrə görünür. Ona görə 5-i də ortaq götürə bilmərik. Ona görə olacaq 1, 3, 4 və cavabımız olacaq A variantı. 11-də şəkilə əsasən müvafiq olaraq plastidlərin adlarını müəyyən edin. X gördüyünüz kimi ləçəklərdədir və bu müəyyən bir rəngə malikdir. Ona görə X nədir? Xromoplast. Y yarpaq hüceyrəsini göstərir. Yarpaq hüceyrəsində bilirik ki, xloroplastlar olur. Ona görə Y-imiz olur xloroplast. Z-imiz isə etil qida maddəsidir bu. Etil qida maddəsini toplayır leykoplast. O görə X xromo, Y xloro, Z isə leykoplast olacaq. Xromo, xloro və leykoplast cavabımız C variantı olur. Sonra baxırıq 12-ci suala. Şəkildə soğan hansı toxumaya aid hüceyrəsi mikroskop altında görünüş təsvir olunmuşdur. Burada söhbət soğan dəriciyindən gedir. Soğan dəriciyi mikroskop altında baxdığımız zaman, deməli dəricik biz deyirik ki, örtük toxumasıdır. Ona görə örtük toxumasına baxmalıyıq. Burada A variantında götürülür. Gəlirəm sonra növbəti 13-cü suala. Yanlış fikri müəyyən edin. Bütün bakteriyalar. Baxaq, bütün bakteriyalar bir hüceyrəlidir, bəli. Prokaryotdur, bəli. Hamısı prokaryotdur, hamısının nüvəsi yoxdur. Hüceyrə divarına malikdir, bəli. Hamısında xarici deməli qılaf hüceyrə divarıdır. Çürüdücüdür. Hamısını hüceyrə, biz bütün bakteriyaları çürüdücü deyə bilmərik. Çünki bakteriyalar qidalanmasında 2 yerə bölünür. Avtotrof və heterotrof. Avtotrofa fototrof və hemotrof. Heterotrofa isə saprofit və parazit aiddir. İndi bizə yanlış fikri müəyyən edin deyirsə, yəni çürüdücü saprofitə aiddir. Amma bizim fototrof, hemotrof, parazit kimi bakteriyalarımız var axı. Ona görə D variantı burada səhvdir. Hansı variantda neyrona sinir impulslarının ötürmə istiqamət doğru göstərilib? Ötürmə necə gedir? Uşaqlar dendritdən cisimə, cisimdən isə aksona. Yəni, indi gəlin dendrit nədir, cisim nədir, akson nədir? Dendrit deyir ki, qısa çıxıntılı. Yəni, burada qısa çıxıntılar dendritdir. Bu gedir cisimə, cisim ortada yerləşir, akson isə uzundur. Yenə buradan gedəcək dendritə, oradan yenə cisimə, oradan aksona. Yəni, ötürmə bu formada gedir də. Dendritdən cisimə, cisimdən aksona. İndi gəlin biz baxaq görək hansıdır. Baxdığımız zaman burada
Deməli, bu ötürülmə götürsək, məsələn, burada e, aksondan cismə dendritdir. Yəni bu aksondur uşaqlar. Bu demək qıraqdakı bu balaca çıxıntılar dendritdir, ortadakı da cisimdir. Yəni burada aksondan cismə, oradan dendrit göstərir. Bizə tərsinəsi lazımdır. Ona görə A variantı deyil. B variantına baxsaq, B variantında yenə aksondan cismə buradan dendritə göstərir. Yəni ox istiqamətinə fikir versək, bu istiqamətdə göstərir oxu. Ona görə B variantı da deyil. C variantına baxsam, baxın dendritdən cisimə, cisimdən aksona. İstiqamət bu istiqamətdədir. Yenə dendritdən cisimə, buradan aksona. Yəni düzgün olaraq göstərilib. Ona görə C variantı düzgün cavabımızdır. Bir neyron daxilində sinir impulsları hansı istiqamətdə ötürülür? Dediyim kimi dendritdən cisimə, cisimdən aksona. Yəni dendritimiz burada 3-dür. 3-dən ötürülür cisimə, yəni 1-ə, oradan da ötürülür aksona, yəni uzun hissəyə, 2-yə. Yəni dendrit, cisim, akson. Ötürülmə necədir? 3, 1, 2. Bu da D variantını deməli götürürük. 16-da çubuqlar haqqında verilən ifadələrdən hansı yanlışdır? Çubuq deyəndə biz burada bakteriyadan söhbət gedir. Çünki bakteriyon sözünün mənası çubuq deməkdir. Yəni söhbət burada bakteriyadan gedir. Formalaşmış nüvəsi olmur, düzdür. Sporlar vasitəsilə çoxalır. Sporlar da çoxalmır. Əlverişsiz mühitdə spor əmələ gətirir. Ona görə B variantı səhvdir. 17. Verilən fikirlərdən hansı yanlışdır? Burada kök hüceyrəsidir. İndi kök hüceyrəsi haqqında nə yanlışdır? Buna baxmalıyıq. X əzələ hüceyrəsi ola bilər. Yəni kök hüceyrəsi əzələ ola bilərmi? Bəli. Qaraciyər hüceyrəsi ola bilərmi? Bəli. Sinir hüceyrəsi ola bilərmi? Bəli. Amma böyrək hüceyrəsi xeyr. Yəni biz dedik ki, böyrək hüceyrəsi ola bilməz. Ona görə D variantı yanlışdır. 18-də normal otaq temperaturunda çiy süddə 1 saat ərzində 400 bakteriya əmələ gəlib. Sonuncu bölünməyə məruz qalan bakteriyaların əmələ gəlməsi neçə dəqiqə vaxt sərf olunmuşdur? Deməli, gəlin indi bunu kəsək və suala baxaq. Baxın, 400 dənə bakteriyamız var 1 saat ərzində. Yəni deməli 400 bakteriyamız 1 saat ərzində yaranıbsa, deməli arxa-arxaya getsə 400-dən 20 dəqiqə ərzində 200 olub, 200 bakteriyada 20 dəqiqə ərzində 100 olub, 100 dənə bakteriyada 20 dəqiqədən əvvəl 50 dənə olub. Yəni bildim 1 saat ərzində əvvəl 50 olub, sonra bölünə-bölünə gedib və 400 dənə bakteriya olub. Deyir, sonuncu bölünməyə məruz qalan bakteriyaların, sonuncu bölünməyə məruz qalan 200 dənə bakteriyadır ki, sonuncu bölünməyə məruz qalıb, artıq 400 dənəsi yaranıb. Deyir, bunun əmələ gəlməsinə, yəni 200 dənə bakteriyanın əmələ gəlməsinə neçə dəqiqə vaxt sərf olunub? 200 dənə bakteriya 20 dəqiqə, bir də 20 dəqiqə, yəni toplayırıq, eləyir 40 dəqiqə. Yəni 40 dəqiqə ərzində bu 200 dənə bakteriya yaranıb. Əvvəl 50 dənə olub, 50-dən 20 dəqiqə keçib 100 dənə olub, sonra yenə 20 dəqiqə keçib 200 dənə olub. 40 dəqiqə eləyir, bu da A variantında göstərilib. Bunun cavabımız olacaq A variantı. 19. Şəkildə canlıların hamısının hüceyrələrində olur. Deməli, heyvandır, bakteriyadır və bitkidir. Hüceyrə divarının heyvanlarda yoxdur. Xloroplast heyvanlarda yoxdur. Həmçinin bakteriyalarda da yoxdur. Nüvə bakteriyalarda yoxdur. Plazmatik membran hər üçündə var. İstər heyvanda, istər bakteriyada, istərsə də bitkidə. Ona görə düzgün cavabımız olacaq D variantı. 20-də Eyler-Venn diaqramına əsasən doğru bəndi müəyyən edin. Baxaq. Lupa. Lupa nədən ibarətdir? Dəstəkdən, deməli çərçivədən, xaricdən olan çərçivədən və tutacaqdan, yəni də doğrusu bölgülü şüşədən ibarətdir. Lupa ibarət deməli dəstəkdən 1 götürəcəm, çərçivə 3-ü götürəcəm. 3-ü mikroskopda da götürə bilərəm. İndi baxaq. İşıq mikroskopu, yalnız işıq mikroskopu nədən ibarətdir? Vintdən, sonra tubusdan, daha sonra güzgüdən bunlardan ibarətdir.
Deməli, hər ikisi nədən ibarətdir? Bölücü şüşədən, istər obyektivdə, istərsə də okulyarda da bölücü şüşə var. Ona görə bölücü şüşədən və çərçivədən. Çərçivə hər ikisində var. Ona görə istər lupada, istər mikroskopda çərçivə var. Ona görə 1-ə, A-ya aid olacaq 1, deməli B-yə aid olacaq 2, 4, 6, C-yə də aid olacaq 3, 5. Bu da hanı? A variantında göstərilib. Sonra baxırıq növbətiyə. 21. 21-də gəlin bir şəkilə baxaq. K nədir? Kök küçüyüdür. Yəni kök küçüyü bitkinin kökünün uzunu zədələmədən qoruyur. Y biz deyirdik ki, bölünmə zonası idi. Yəni törədici toxuma idi burada. Törədici toxuma. X-da gördüyünüz kimi əmici tellər yerləşir və yaxud da deməli, yəni əmici telləri qeyd eləyək. Əmici tellər. Y-da da böyümə zonası olaraq qeyd edə bilərik. Yəni böyüyür və əmici tellər yaradır. Aya baxım, K bir-birinə sıx yerləşmiş canlı hüceyrələrdən təşkil olunub. Bəli, kök küçüyü canlı hüceyrələrdir. Çünki yəni dediyim kimi törədici toxumadır, zədələndiyi zaman yenidən bərpa olur. Ona görə A düzdür. X kök tüycüklərinin yerləşdiyi zonadır. Bəli, əmici tellər, başqa sözlə desək, kök tüycükləri yerləşir, düzdür. Z hissəsində olan hüceyrələr kökün uzunluğa bölməsini təmin edir. Bəli, Z-də uzunluğa bölünmə gedir. Yəni uzunluğa istiqamətdə bölünür və yuxarıya doğru boyatır. Y hissəsində olan hüceyrələr K-nın hüceyrələrinin bölünməsi nəticəsində yaranır. Y-də olan hüceyrələr K-nın hesabına yaranmır. Y-də olan hüceyrələr Z-in hesabına yaranır. Yəni Z-də orada bölünmə zonasıdır da. Z-in hüceyrələri bölünür və Y-ə doğru verir. Yəni K yox, Z. Burada Z olmalıydı. Ona görə D variantımız səhvdir və cavabımız D variantı olacaq. 22-də bir bakteriya mikroskop altında görünür şaşırtıcı kimidir. Buna əsasən nömrələnmiş hissələri A və B xüsusiyyətlərindən müvafiq olaraq qruplaşdırın. Bütün bakteriyalarda ortaq olanlar, sadəcə bəzi bakteriyalarda rast gəlinənlər. Bütün bakteriyalarda nə var? Birinci olaraq təbii ki, plazmatik membran var. Yəni iç gözümə dəyən plazmatik membran, hüceyrə divarı. Bu mütləq, amma mütləq bütün bakteriyalarda var. Sonra xromosom, təbii ki, hamısında var. Daha sonra deməli 8 getdi, 7 gedir. Xromosom baxdıq. Ribosom hamısında var. Sonra başqa etet qida maddəsi bəli hamısında olur. 3, deməli 1, 2, 3, 7, 8 bunlar hamısında oldu. Sonra xlorofil indi hemotrofsaq və yaxud da saprofit parazitlərdə xlorofil yoxdur. Ona görə bəzilərində olur. Deməli 2, 3 və 5 getdi. Sitoplazma təbii ki hamısında var. 9. Qamçı bəzilərində var, bəzilərində yoxdur. Qoruyucu kapsul yenə bəzilərində var, bəzilərində yoxdur. İndi bakteriyadan asılı olaraq dəyişir. Ona görə deməli A-ya aid oldu 1, 2, 3, 7, 8, 9, B-yə aid oldu 4, 5 və 6. Bu da B variantında göstərilib. 23-də verilmiş fikirlərdən hansı yanlışdır? Hüceyrə divarına 3 aləmin nümayəndələrinin hüceyrələrində rast gəlinir. Bəli. Deməli, bitkilərdə, heyvanlarda, həmçinin bakteriyalarda. Bunlarda rast gəlinir. Mitoxondriya bakteriya, göbələk bitki, heyvan hüceyrələrində rast gəlinir. Mitoxondriya bakteriya, göbələk bitki, heyvan. Xeyr, mitoxondriya bakteriyalarda yoxdur. Ona görə elə B variantı səhvdir. Digərlərinə baxaq. Vakuola heyvan, göbələk, bitki hüceyrələrində rast gəlinir. Bəli, ibtidai heyvanlarda var, göbələklərdə var, bitkilərdə var. Ona görə bu düzdür. Nüvəyə bitki, heyvan və göbələk hüceyrəsində rast gəlinir. Bəli, bitkidə də var, heyvanda da var, göbələkdə də var. 24-də. Deməli, A, B və C-dir. C-miz leykositlərdir. B-miz eritrositlərdir. A-mız sinir hüceyrəsidir və yaxud da əsasən sinir hüceyrəsi. Qanın hüceyrəsi deyirsə, onda qanın deyirsə, belə qeyd edirik. Deməli, A-mız
Bizim yalançı burada ayaqlar olduğu üçün leykozitlər. B-miz eritrositlər, C-miz isə trombositlərdir. B hüceyrəsinin tərkibində hemoqlobin olur, bəli. C yad cisimciklər orqanizmdən qoruyur. 24-də mikroskop altında baxılan qanın ixtisaslaşmış hüceyrələri təsvir olunmuşdur. Buna əsasən yanlış fikri müəyyən edin. A nədir? A bizim trombositlərimizdir. B bizim eritrositlərimizdir, yəni qırmızı qan hüceyrələridir. C isə bizim leykozitlərimizdir, A qan hüceyrələridir. B hüceyrəsinin tərkibində hemoqlobin olur. Bəli, B hüceyrəsində, yəni eritrositlərdə hemoqlobin var. C yad cisimciklərdən orqanizmi qoruyur. Leykozitlər bəli, yalançı ayaqlar yaradır və yad cisimciklərdən orqanizmini qoruyur, düzdür. A qanın laxtalanmasını təmin edir. Bəli, trombositlərin əsas funksiyasıdır. A-nın ortası basıq olur. Trombositlərin yox, eritrositlərin ortası basıqdır. Ona görə D variantı səhvdir. 25-də ribosoma aid xüsusiyyət deyil. Canlılardan yalnız heyvanlar aləmində rast gəlinir. Yalnız heyvanlar aləmində xeyr. Əksinə bütün bilinmiş canlılarda, bitkilərdə, heyvanlarda, göbələklərdə, bakteriyalarda, yəni bütün canlılarda olur. Ona görə elə A variantı səhvdir. Dəyirmi formalıdır, bəli. Zülal sintezini təmin edir, bəli. Böyük və kiçik hissədən ibarətdir, bəli. Ona görə A variantımız səhvdir.